Bəli. Alo, salam, axşamınız xeyir olsun. Axşamınız xeyir. Mən bütün qonaqları salamlayıram. Həkimlə bağlı müraciət etmək üçün zəng vurmuşum. Buyurun. Mən Orxan doktora bildirmək istəyirəm ki, mən Orxan doktor. Bəli, buyurun Orxan doktor. Buyurun. Buyurun Orxan doktor. Çox üzr istəyirəm. Buyurun. Vüsal doktor. Ben de doktorun köməkçisiyəm, buyurun. Orxan doktor değil, onun köməkçisidir. Ben o yoksa. Üzr istəyirəm. Sadəcə olaraq mən ayağımla bağlı bir şikayətim var. Aha. Buyurun xanım, nədir şikayət? Şikayətiniz nədir? Olar ki, hardasa 4 ay olar ki, sol ayağımı yerə elə bir ki qoya bilmirəm. Diklafanat bu, ancaq onu vursam. Ayağınızı yerə qoyanda bütün ayaqda mı ağrı hiss yoxsa daban altında, ayaq altında? Dabanda da olur, keymələr baş yerlərdən. Bütün ayaq boyu hiss edirsə ağrı keyləşməni xanım, yoxsa bəlli bir nöqtədə? Demək olar ki, bəlli bir nöqtədə. Bəlli bir nöqtədə. Bu nöqtə hansıdır? Topuqdur, dizdir, butsanaqdır? Dizimdir ən çox. Doktor, mən bir söz deyəcəm. Doktor, bugün bu xanımla görüşmüsünüz. Alın. Görüşmüşəm. Yəni sizin gəlib pasiyentiniz olub. Dəqiq. Yox, mənə dedilər, Lükbatandadır klinika, mən gedə bilmədim. Fəqan Məmmədov, bizim dəyərli aktyorumuz. Bu nə səsdir? Salamlayıram. Axşamı xeyir olsun. Axşamınız xeyir olsun İbrahim bəy. Fəqan sən özün Halal olsun sənə qardaş, halal olsun sənə. Fəqan sən özün müalicə eləyəsən, narahat olma. Mən bu günlərim çox üzr istəyirəm. Hər bir salamlayıram Orxan qardaşım da, bütün qonaqları da, Vüsal doktorda. Bu günlərim mən anamı aparmışdım. Allah bütün anaları qorusun, dünyadan köçənlərə rəhmət eləsin. Anamın problemi vardı ayağında. Vüsal doktorun qəbulunda olduq və bu günlərim möhtəşəm bir əməliyyat elədi ki, yəni heç incitmədən yüksək səviyyədə həqiqətən peşəkar doktordur. Mən bu günlərim öpdüm, bağırma bastım Vüsal doktoru. Çünki bir neçə həkimdə olmuşduq, yəni anamı sağalda bilmədilər. Təbii ki, indi şəfanı verən Allahdır, həkim də vasitəsidir. Amma Vüsal doktora bir sözlə halal olsun, vallahi billahi deyirəm. Sağ ol Fəqan. Sizə də halal olsun Fəqan bəy, sizə də halal olsun. Yəni burada hər kəsi... Herkesi çaşdı. Mən, İbrahim əlim, mən istərdim, bu günlərin parodiya oldu həkimin otağında. Fikirləşdim ki, Niyaməddin Musayev bizim dəyərli sənətkarımızın səsindən danışım. Dedim, hiss elədi yəqin 100% Fəqan'da, ona görə çəkdim qız səsindən danışdım. Yoxsa deyəcəm ki, valla... Doktor bilirsən, mənim sol ayağımı nəsələdir sana. Valla. Allah sən sağlı versin, sağ doktor. Valla. Qırğın adam tanıyasın. Təşəkkürlər Fəqan. Çok teşekkür dikkatli görün. Orxan doktorun klinikasını basan lazım valla. Fəqan, çox sağ ol. Var ol, təşəkkür edirəm. Həqiqətən bugün Fəqan kimi istedadlı aktyorların, parodistlərin, onların da işi çətindir. Bir insanın yüzünü güldürmək çox çətin bir məsələdir. Və Fəqan bunu bacaran peşəkarlardandır. Qaldım edeyim, mən dedilər klinikələşmə. İnanın bir saat danışsa hiss eləməyəcəydik. Göründü kimləri anladır, o səslə.